Bağırsaq xərçənginin insanın üzündə görünən əlaməti. Bu cür videoların davamını görmək istəyirsinizsə, videonu bəyənin və kanala abunə olun. Ən əsası isə zınqrov düyməsini basmağı unutmayın. Cəmiyyətdə xərçəng xəstəliyi ilə birbaşa və ya dolayı yolla təmasda olmayan insan tapmaq çox çətindir. Danılmaz faktdır ki, xərçəng xəstəliyinin əlamətləri çox ciddi və dünyanın hər yerində yayılmış bir problemdir. Xərçəng xəstələrinin 1/3-nin qarşısı alına bilir. Geri qalanı isə vaxtında aşkarlandıqda effektiv müalicə oluna bilir. Xərçəng xəstəliyinin bir çox növləri yayılmışdır. Bugünkü paylaşımda sizlərə bağırsaq xərçənginin əlamətlərindən məlumat verəcəm. Bağırsaq xərçəngi həzm sisteminin son hissəsi olan yoğun bağırsaqda başlayaraq yayılan xərçəng növüdür. Kolon xərçəngi olaraq da bilinən bu xəstəlik hüceyrələr nəzarətsiz şəkildə çoxaldıqda baş verir və adətən polip adlanan kiçik, xoş xəstəli hüceyrə böyümələri ilə başlayır. Belə ki, müalicə olunmayan xoş xəstəli poliplər zamanla böyüyərək xərçəngə çevrilir. Bu xəstəliyin simptomları ilkin mərhələdə hiss olunmur. Lakin təsadüfi müayinə testləri zamanı ilkin mərhələdə bədxəstəli şiş olduğunu bilmək mümkündür. Bu həm də müntəzəm yoxlanılmaların əhəmiyyətini göstərir. Son illərdə tibbin inkişaf etməsi ilə xərçəngin müalicəsində də yeniliklər tətbiq olunmağa başlayıb. Həm ənənəvi, həm də inteqrativ tibb üsulları ilə kolon xərçəngini nəzarətdə saxlamaq mümkündür. Yoğun bağırsaq xərçənginin dəqiq səbəbi dəqiq bilinməsə də, bu xəstəliyin yaranmasında bəzi amillərin mühüm rol oynadığı məlumdur. Əvvəla genetik faktorlar bu halın yaranmasının əsas səbəblərindəndir. Yəni, ailəsində kolon xərçəngi olan insanlar bu xəstəliyin inkişaf riski daha yüksək olaraq gözləməlidir. Genetik sindromlar xüsusən də ailəvi adenomatoz polipoz və irsi poliposis olmayan kolorektal xərçəng kolon xərçəngi riskini artıran mühüm genetik faktorlardandır. Bundan əlavə pis həyat tərzi də bu xərçəngin inkişafında mühüm rol oynayır. Az lifli, çox yağlı və işlənmiş qidalar, yemək, qırmızı ətdən çox istifadə kimi vərdişlər bu riski artırır. Eyni zamanda fiziki fəaliyyətin olmaması, artıq çəki və piylənmə də bu riski artıran digər amillərdəndir. Xroniki iltihabla əlaqəli iltihablı bağırsaq xəstəlikləri də kolon xərçəngi riskini artıran daha bir səbəbdir. Uzun müddətli iltihaba səbəb olan xəstəliklər, xüsusilə Kron xəstəliyi və xoralı kolit xərçəngin inkişafına təsir edir. Yaş faktorunu da göz ardı etmək olmaz. Hər yaşdan olan insanların xərçəngə yoluxma ehtimalı olsa da, 50 yaşdan yuxarı insanlarda kolon xərçəngi riski əhəmiyyətli dərəcədə çox və bu risk yaşla daha da artır. Bundan əlavə, ikinci tip diabetli insanların bağırsaqlarında bədxəstəli şiş yaranma ehtimalı var. Habelə siqaret çəkmək və həddindən artıq spirt istehlakı da bu vəziyyətin inkişafına mənfi təsir edir. Qeyd etdiyimiz amillər kolon xərçəngi riskini artırsa da, bu onlara sahib olan hər kəsin bu xəstəliyə tutulacağı anlamına gəlmir. Bəs bağırsaq xərçənginin simptomları nələrdir? Bu xəstəliyin erkən mərhələlərində aşkar simptomlar hiss olunmur. Ancaq xərçəng inkişaf etdikcə bəzi ümumi simptomlar üzə çıxır. Xəstəliyin şiddətindən asılı olaraq simptomlar dəyişsə də, ən çox görülən ümumi əlamətlər bunlardır. Bağırsaq vərdişlərində dəyişikliklər, uzun müddətli qəbizlik, ishal və ya nəcisin tutarlılığında dəyişikliklər kimi bağırsaq pozğunluqları, nəcisdə qan. Nəcisdə parlaq qırmızı və ya tünd qan bağırsaq xərçənginin ən geniş yayılan əlamətlərindən biridir. Bu qan axma bəzən gözlə görünmür, lakin gizli qan testləri ilə müəyyən edilir. Qarın ağrısı və kramp. Bu hal qarında daimi ağrı, kramp və ya narahatlıq ilə özünü göstərir. Ani və səbəbi bilinməyən arıqlama. Heç bir pəhriz və idman etmədən qısa müddətdə çəki atmaq xərçəngin əsas əlamətlərindəndir. Yorğunluq və zəiflik.
Bağırsaqda olan bəd xəstəli şiş bədəndəki dəmir səviyyəsini aşağı salır ki, bu da anemiyaya səbəbdir. Anemiya zamanı isə xəstə daim yorğunluq hiss edir və çox zəif olur. Bağırsaqların natamam boşalma hissi. Tualetə getdikdən sonra bağırsaqların natamam boşalma hissi bu vəziyyətin ümumi simptomudur. Nəcisin diametrinin daralması. Bağırsaqdakı şişlər nəcisin nazikləşməsinə səbəb olur. Mümkün xarici simptomları sadalayan professor onkoloq Alek K. yorğunluq və solğun dərinin kolorektal xərçəngi göstərə biləcəyini qeyd edir. Bu simptomlardan biri və ya bir neçəsi bağırsaq xərçənginin mövcudluğunun göstəricisi olsa da, onlar həm də digər sağlamlıq problemlərinin əlamətidir. Ona görə də simptomlar ortaya çıxdığı an həkimə müraciət etmək və lazımi müayinələrdən keçmək əsas səbəbi müəyyənləşdirmək üçün çox vacibdir. Dəyərli izləyicilər, bağırsaq xərçənginə nələrin səbəb olduğu dəqiq bilinmir. Amma bu xəstəliyin yaranması ehtimalını artıran bəzi amillər var. Alimlər qeyd edirlər ki, sağlam həyat tərzi sürmək bağırsaq xərçəngi hallarının yarısından çoxunun qarşısını ala bilər. Yaş artdıqca xərçəng, o cümlədən bağırsaq xərçəngi ehtimalı da artır. Əksər hallarda 50 yaşdan yuxarı insanlarda rast gəlinir. Çox miqdarda qırmızı ət və kalbasa, həmçinin bekon kimi emal olmuş ətlər yemək, siqaret çəkmək, çox miqdarda spirtli içki içmək, artıq çəki və ya piylənmə, bağırsaqda şişə çevrilə bilən poliplərin olması, idmanla daha çox məşğul olmaq, daha çox lifli qidalar və daha az yağı istehlak etmək, gündə təxminən 6-8 stəkan su içmək lazımdır. Video sizin üçün lazımlı oldusa bəyənmə düyməsini basın. Kanal sizə maraqlı gəlirsə, hələ də kanala abunə olmamışsınızsa abunə ol düyməsini basa bilərsiniz və zınqrov düyməsini də basın ki, hər dəfə yeni faydalı videolar paylaşanda sizlərə ilk gəlsin və sizlər də bu videolardan yararlanın və təbii ki, əzizlərinizin yaxınlarınızın faydalanmasını istəyirsinizsə, videonu onlarla WhatsAppda, Telegramda və Facebook və digər sosial şəbəkələrdə paylaşa bilərsiniz və onu da deyim ki, şərhləriniz bizlər üçün olduqca vacibdir. Şərhlər yazmağı unutmayın. Özünüzə yaxşı baxın, növbəti videolarımızda görüşənədək Allah amanında.